Salam, mən Əsmaya. Salam, mən Nilufər. Mən öz magistr təhsilimi Tsinxuan Universitetində Pekin şəhərində bitirmişəm. Mən isə məktəbi bitirmişəm Pekində, daha sonra da universitetə qəbul oldum Çin dili üzrə. Çox böyük idi. Bizdə hər şey var idi. Tsinxua qədər böyük ola bilməz. Tsinxua daha ən böyük Tsinxuadır. Amma bizimki daha qədimidir. Baxma, bizdə tarixi çox belə uzundur. Həm də amma bizdə market var idi, bizdə hospital var idi. Sonra nə var idi? Bizdə mall var idi. Bizdə mall var idi. Biraz bizdə restoranlar. Restoranlar var idi. Hər bir fərqli mətbəxin restoranı var idi. İtalyan var idi, Koreya var idi, kafelər var idi. Bizdə ümumi olaraq belə deyim də 7 dənə kitabxana var idi. Bizdə kitabxana var idi. Bizdə даже HSK kitabları var, Çin dili. Orada bizim universitetdə buraxırlar. Doğru. Amma biz bu hamısını deyirik, universitetdə restoran var, market var. Ancaq universitet tələbələr. Yəni kim orada oxuyursa, tələbələr üçündür. Tələbələr çox sevirlər xaricilər. Çox. Mən heç yanda bu qədər xariciyə sevgi görməmişəm. Çox müsbət adamlardılar, mülayim, ürəyi təmiz. Yəni xariciləri də həmçinin eyni. Bizdə universitetdə biraz elə idi ki, proqram yalnız xaricilər üçün idi deyə. Bizdə patok deyində belə bizim qrupumuz ancaq xaricilər idi. Amma çinlilərlə də münasibətlərimiz var idi. Yenə dediyim kimi çox kömək etməyə çalışırlar. Elə olurdu ki, hansısa departamentə getməsən sənəd istəmək üçün də 4 dənə çinli, bir dənə xaricini aparırdı ki, ona tərcümədə kömək eləsin. Bizdə də eyni. Yəni bizdə çinlilər var idi bizim sinifdə. Xaricdə yaşayıblar, indi çin dilini öyrənməyiblər, gəliblər indi öyrənirlər. Amma çox mehriban idilər. Bizə də sən dediyin kimi hamısı yığılıb, yəni bir kömək eləyirdilər. Sonra yolda keçirdin, heç kömək lazım deyil, nəsə bilmirdin, deyirlər kömək lazımdır. Bir dəfə bir dənə xalaydı, yaşlı bir xalaydı. Metroda oturmuşdum, mən də girdim elə bir metroya. Bir də görüm ki, durdu ayağa, dedi sən otur. O qədər belə təhər oldum ki, bizdə əslində tərsinədir də, həmişə gözləyirlər ki, yaşlılar otursun, cavanlar dursun, amma o qədər bilmədim. Çox hörmət edirlər Çin dili danışanlar. Çin dili bilirsənsə, vay, çox gözəl danışırsan Çin dilində, nəcəb öyrənmisən, çox sağ ol ki, öyrənmirsən Çin dilini. Onlar da bizim yəni dilimizi öyrənmək istəyirlər əslində. Hərdən deyirlər ki, bunu necə deyirsən, bunu necə deyirsən. Park? Hə. Nə baş verir? Park yadındadır. Park var. O amma məncə sizə xüsusi bir şey deyil. Elə bir Şanxayda bir park var, hansında ki, valideynlər öz uşaqlarının, öz övladlarının yaşlarını, maaşlarını, işləri ilə bağlı bir CV print edirlər və otururlar o parkda. Başqa valideynlər də ya da başqa kim ailə qurmaq istəyirsə, o parkda gəzir və maraqlı gələn CV-ləri nömrəsini verir. Nömrə yoxdur, WeChat-dır içində. WeChat-larını bir-birlərinə verirlər və o mənə biraz qəribə. Bir də o WeChat, hər şey WeChat üstüdədir. Şey alırsan, nə bilim, təzə telefon alırsan, ya da deyək, nə bilim, ödəniş eləyirsən, bilet alırsan harasa WeChat üzrədir yenə də. Gəlirsən hospitala, şey istəyirsən nəsə, yer tutursan, xəstəxanada yer tutmaq üçün, sıra tutmaq üçün. WeChat. Bir dənə həyatın telefondan. Cultural o mənə qəribə gəlmişdi ki, bir dənə telefondan onlar həyatlarını idarə edirlər. Yəni biz konsertə bilet alırdıq, WeChat-dan aldıq. Universal Studios-a getmək istəyirdik, WeChat-da alırsan. Yəni ödənişlər hamısı WeChat-dandır və WeChat onlar üçün çox önəmlidir. Əgər bir də o şey var idi, bir də o cultural idi ki, metroda gedirsən, kimsə yaxınlaşıb səndən WeChat-ını istəyə bilər. Və bu qəribə deyil onlar üçün, onlar bunu yaxşı niyyətlə edirlər. Yəni dostluq münasibəti qurmaq üçün ya da şey üçün, daha çox belə qoca, yaşlı adamlar mənə həmişə yaxınlaşıb, xalalar WeChat eləyirdilər və əlavə eləyəndən sonra da deyirdi ki, əgər mənim evimə sənə yemək pişireyim, yəni əyləncə getmək istəyirsənsə, karaokeyə gedirsən. Hər mallda karaoke stendi var. 5-6 nəfər bir yerə yığışıb, gedirdilər saatlarla karaokeyə və
Ondan əlavə restoranları çoxdur deyə restorana çox gedirlər, coffee shop-a çox gedirlər. Mən Çınxada oxuyanda bizdə xarici tələbələr üçün xüsusi bir dənə bina ayrılmışdı və orada ancaq xaricilər yaşaya bilərdi. Bizdə də eyni universitetdə. Ümumi olaraq bütün universitetlərdə beynəlxalq şöbə olur, hansı ki ancaq xaricilər üçündür və dormları onlarla seçirsiniz, yəni ora müraciət edirsiniz o departamentə ki, mən dorm axtarıram və onlarla kontaktdır, e-maillaşmaqdır, sonra onlar sizə siyahı göndərirlər, paketləri göndərirlər ki, hansı hal-hazırda dormlar açıqdadır, hansıları siz seçə bilərsiniz. Onunla bağlı məlumat verirlər və siz artıq universitetə ödəniş edəndən sonra sizə bir otaq ayrılır. Yenə də sizin xaricdə təhsil, beynəlxalq departamentimiz yerləşdirmə ilə bağlı sizə dəstək göstərir. Bizdə dorm heç tək qalırdınsa əlavə ödəniş idi, 2 də əlavə ödəniş idi, daha təkdən baxmaraq, yəni biraz daha ucuz idi, 4 nəfərlik isə pulsuz idi. O stereotip var ki, Çində heç nə yeyə bilmərsən. Yəni mən niyəsə o problemi heç vaxt yaşamamışam. Ən sevdiyim mətbəx. Mən Çində köçərmişdim. Ən sevdiyim mətbəxdir. Özü çox dadlıdır və o stereotip miflər var ki, nə bilim sıçan, qurbağa falan. Elə şeyləri mən görməmişəm. Heç vaxt da tapmamışdım. Axtarmışdım da tapmamışdım. Amma Çin mətbəxi özü hər bir provinsiyanın, hər bir elə bir rayonun öz mətbəxi var idi deyə. Sichuanda acı olan. Acı yeməklər daha çox verilirdi. Amma Çində həm də beynəlxalq mətbəx də ən dadlı idi. İtalyan mətbəxini mən ən dadlısını Çində yemişəm. Sonra Tay mətbəxinin ən dadlısını orada. Hər üçsədə Tay mətbəxi var idi demək olar ki. İtalyan var idi, sonra Türk var idi. 3 dənə Azərbaycan restoranı ancaq elə Pekində var. Yəni qiymətləri də hamısı çox yaxşıdır. Və qiymətləri tələbələr üçün münasibdir, hamı. Kampusun özündə də qeyd etdiyimiz kimi həm restoranlar var idi, harada ki gedib otura bilərsən dostlarla ya da tanışlarla. Həm də kafeteriyalar var idi. Bizdə Çınxada 5 dənə bina var idi, hansı ki kafeteriya binası idi və hər biri də 6-7 mərtəbə idi. Hər bir mərtəbədə də fərqli yeməklər verirdilər. Biz hər bir padnosu aşağıda götürürdük, mərtəbə gəzib yemək yeyirdik. Yəni hansı yemək yer də çox oyulurdu. Və tələbə kartı var idi. Tələbə kartına biz balansa pul qoyurduq, ondan da ödəniş edirdik. Yəni kart orada istifadə olunmurdu da, yəni kredi kartı, debit kart, daha çox tələbə kartı. Ən sevdiyin yemək? Çində Pekin ördəyi. Mən də eynisini deyəcəydim. Pekin ördəyi. Çox dəqiqdir. Çinlə bağlı fikirlərimizi bölüşdük və mən bir daha təkrar tələbə olmaq istəsəm, məncə mən Çini seçərdim. Mən də Çin. Çox rahatdır yaşamaq.